Mən oxuyurdum və yerdən qədim kişilərdən biri gəlirdi, deyirdi ki, sən burada bəyatın filan şöbəsini oxuyursan. Mən Peyğəmbərimizin hədisi var ki, Qur'anı təğənni ilə oxumayanlar məndən deyil. Əməvilərin, Əbbasilərin dövründə daha geniş musiqiyə Yer verdilər. yer verilmişdi. Biz oxuduğumuz avaz Peyğəmbərin dövründən ta bu günə qədər gələn bir avazdır. Biz yalnız onu Misir qarilərində görürük. Ərəbistanda belə bir şey görməmişik və yaxud başqa bir ölkədə görməmişik. Əgər Peyğəmbər belə oxumuşdusa, elə Ərəbistanda olaydı da, nə üçün Misirdə oldu? Quran-ı Kərim nə nəzmdir, nə nəsirdir. Baxın, Quran-ı Kərimin özünün o formadan nazil olması belə bu ahəngi tələb eləyir bir növ. Salam əziz dəyərli izləyicilər. Yenə də növbəti dəfə siz əzizlərin xidmətindəyik. Quran ətri verilişində mən əziz dəyərli ustadlarımızı salamlayıram. Eyni zamanda siz əzizlərimizi. Bugünkü verilişimizdə çalışarıq Quran-ı Kərimin Həzrət Peyğəmbər zamanından ta bu günə qədər olan dövrlərdə nə dərəcədə, nə qədər, hansı həddə inkişaf olmuşdu və dəyişilən, dəyişilməyən mövzular haqqında söhbət açaq inşallah. Keçən verilişimizdə son sözümüz nəticə olaraq belə oldu ki, Quran-ı Kərimin təcvidində o qədər də dəyişikliklər olmayıb, müəyyən həddə qədər dəyişikliklər olub. Muğam sahəsində demək olar ki, bəhsimiz davam eləyib və lad olaraq köklü şəkildə muğamı, Quran məqamlarını başqa xalqların, başqa mədəniyyətlərin dadlarında oxumaq olar, olmaz bəhs açıldı və nəticə bu oldu ki, köklü şəkildə Quran-ı Kərimi başqa xalqların, yad mədəniyyətlərin avazında tilavət eləmək olmaz, amma hansısa müəyyən uyğun pərdələrdə bu işləri görmək mümkün. Həzrət Peyğəmbər zamanından istəyərdik əziz izləyicilərə çatdıraq ki, Həzrət Peyğəmbərimizin zamanından Peyğəmbərin özünün qoyduğu qayda qanunlar və yaxud o dövrün oxuyucularının, hansı ki Həzrət Peyğəmbərimizin dinləməsi belə kifayət idi, bir nəfər Quran-ı Kərimi oxuyaydı və Həzrət Peyğəmbər dinləyirdi, eşidirdi bunları, onlara etiraz edirdimi, etmirdimi və hansı mövzular üzərində Həzrət Peyğəmbərin özü bu Quran-ı Kərimin tilavətini təyid edib və təşviq eləmişdi. Mövzu bu üzərə olsa, hesab edirəm ki, inşallah izləyicilərimiz üçün də maraqlı olar, dəyərli olar. Buyur Seyidsən. Bismillahirrahmanirrahim. Mən də salamlayıram əziz ustadları və əziz izləyicilərimizi. Təbii ki, bu haqdakı Quranı avazla oxumaq və hal-hazırda ki, Quran bu avazla və bu muğamlarla ki, oxunur, tilavət olunur. Bu haqda təbii ki, hər kəsənin, hər bir alimlərin, hər bir dövrün alimlərin özünün fikirləri olub və hal-hazırda da var və təbii ki, bu avazların Ruslan müəllim qeyd elədiyi kimi inkişafı fikrində olanlar da var və inkişafı fikrində olmayanlar da var ki, Peyğəmbər necə oxuyubsa biz elə oxumalıyıq, yəni hal-hazırda oxunanlar. Dava onun üstündədir, Peyğəmbər necə oxuyub? Ki, mən ötən verilişlərdə də dedim, Peyğəmbərimizin hədisi var ki, Qur'anı təğənni ilə oxumayanlar məndən deyil. Peyğəmbərimizin belə bir hədisi var. Bu hədis məşhur hədis və Təğənnini biraz izah verərdiniz. Bəli, sözümüz elə oldu. İzah vermək məsələsi budur ki, oxuyanlar ya oxumayanlar? Oxumayanlar. Bəli, belə bir rivayət var. Təğənni ilə oxumayanlar məndən deyir ki, birinci verilişimizdə yadımdadır, Ruslan müəllim qeyd elə ki, qinanın özünün iki mənası var. Bir, Qurandan qəni olmaq və bir də avazla oxumaq. Ki, o Qurandan qəni olmaq təbii ki, Peyğəmbərin sözü deyir, amma söhbət avazla oxumaqdan gedir. Hər dövrdə olduğu kimi o qatı mühafizəkarlar ki var ki, onlar ümumiyyətlə bəzi məsələlərin toxunulmaz olmasına
üstündə dayanıblar. İlkin müəllim dedi ki, mən bir dəfə Quran tilavət eləyəndə əvvəl Nas surəsini, sonra Fələq surəsini oxumuşdum. Bu məndən eyib tutmuşdular ki, yəni ümumiyyətlə bəzi şeylər var ki, dəyişilməmək fikrində olanlar peyğəmbərin bu hədisinin yayılmasının qarşısını uzun müddət alan mühafizəkarlar olublar ki, yəni bu düz anlaşılmayacaq. Gətirəcəklər. Bu gün Seyidcan, Hacı ilə bəzi müsəlman ölkələri var, avazı haram bilirlər. Bəli. Quran-ı Kərimi sadəcə olaraq tərtil üzündən oxuyurlar. Tərtil özü də bir növ elə avazdır da. Yəni onların nəzərində, onların nəzərində, yəni tərtilin özündə də rast var, onların seqah nəzərində Quran-ı Kərimin avazını daha çox uzatmaq, məsələn, təhqiq kimi oxumağı eyib bilirlər. Yəni deyirlər ki, indi onların da isbatları nə iləndir? Səsə çox önəm verməyin qarşısını almaqdırmı və yaxud da muğamları qəbul etməməkdir. Amma halbuki onların oxuduğu Quran-ı Kərimin özündə də nələr var? Avaz var. Bəyat var, Bəli, rast avaz var, segahları var, bəli. çargah var. Sahabələrin özləri tabeinlər ki, yəni bu peyğəmbərin bu hədisi ki, yəni Quranda muğam tətbiq eləmək məsələsini qəbul eləyənlər olub, eləməyənlər olub. Təbii ki, eləyənlər eləməyənlərdən çoxdur. Yəni istər bütün məzhəblərdə olsun, Şiə məzhəbində, Sünni məzhəbində, yəni yekdillik olaraq bunu qəbul eləyənlər olublar ki, bunu muğamla, Quranı muğamla oxumaq icazəlidir, bəziləri deyirlər icazəli deyil və bu icazəli olub olmaması peyğəmbərimizin hədisindən təbii ki istidlal eləyiblər, yəni nəticəyə gəliblər ki, sonralıqca və bu inkişaf eləyib təbii ki bu ərəb ölkələrində musiqi alətləri və musiqilər çox olduğu üçün, zəngin olduğu üçün onun bəzilərini gətiriblər, Quranda da tətbiq eləyiblər və sonralıqca Misirdə daha çox inkişaf eləmiş formaya gəlib. Onun da təbii ki səbəbləri var da, niyə görə Misirdə daha çox inkişaf edib? Səbəbləri var. Ümumiyyətlə mən bir fikir demək istəyirəm, Hacı. Biz keçən verilişlərimizdə belə bir bəhs açmışdıq ki, biz öz yəni ladlarımızda Quran-ı Kərimi oxuya bilərik, oxuya bilmərik. Mənim fikrimə bir şey gəldi, istəyirəm onu sizinlə bölüşüm. Ümumiyyətlə nə qədər ki dünya bağlı idi, yəni internet inkişaf etməmişdi, xalqlar bir-biri ilə bağlantıları çox zəif idi. Lap biraz qədimə də getsək, telefon bağlantısı da məsəl üçün olmayıb hər halda. Hər xalq özünə görə bir avaz seçmə edib, yadınıza salıram. Məsələn, Osmanlılar özlərinə görə bir oxunuşları var. Hətta ləhcələrində də. Bəli. Bugünün özündə də müasirlərlə qədimlər arasında problemlər var. Mən bunu yarışçıların birində görmüşəm. Bir türk qardaşlarımızdan biri gəlmişdi. Çıxdı, Quran oxudu və Osmanlı avazı ilə Quran oxudu. Və onu yarışdan kənarlaşdırdılar ki, sən ərəb ləhni ilə Quran oxumadın. Bəli. Diqqət edirsiniz. Və yaxud da özümüzə gətirək bura, Azərbaycana gətirək. Qədimdə olan qiraətləri, bu günləri məsələn ərəb qəbul eləmir. Mən gedim bir yarışçı olaraq məsələn Yasin surəsini necə oxuyurlar? Bismillahirrahmanirrahim. Yasin vəl Qur'anil Hakim. Bu qaydada mən gedib Quran oxusam, nəinki yarışın o kürsüsünə, yarışın qapısından geri buraxırlar ki, əvvəl seçim olur axı, bir oxudurlar ki, görək sənin oxuduğun bu yarışa uyğundur ya yox. Onlar da məsuliyyət daşıyırlar da müsəlman olaraq. Maraqlıdır ki, elm inkişaf elədikcə, tərəqqi olduqca, yəni Quran sahəsinin özündə belə tərəqqi olduqca, məsələn bugün siz dediyiniz ləhcədə artıq son illərdə, son 30 illərdə Türkiyədə də bir mənalı şəkildə Misir inkişaf var. Bəli, ləhcəsinə İnkişafı görürük. keçid olunub, bəli, demək olar ki, artıq o formada tilavət olunur və ki, biz meyarlardan danışırıq, zaman-zaman meyar kəlməsini çox işlədirik. Bax, iki müəllimin vurğuladığı sözdə, yəni ərəblər qəbul eləmir deməyək buna artıq, çünki İndoneziya, Malaziya, İran olsun, Türkiyə olsun və ərəb ölkələri artıq yəni dünyada qəbul olunmuş qaydalar var. Yəni belə deyək, ümumi Quran müsabiqələrində qəbul olunan, olunmayan qaydalar var ki, artıq ora inteqrasiya olunub, keçid olunub. Amma mümkündür, məsələn,
50 il bundan qabaqki Quran müsabiqələrində heç avaza bu qədər yer verilmirdi. Sən bu gün İndoneziyada elə Quran müsabiqələri var ki, təcvidə o qədər, yəni fikir verilmir. Quranın insanları özünə nə qədər, məsələn, oxuyucu nə qədər cəzb eləyə bilir, cəzzabiyyəti var Qurani-Kərimin. Bir mənada o qadağalar ki var, Seyid Əli müəllim vurğulayır. Zehnimə gələn budur ki, məsələn, belə deyil ki, biz o məşhur qarilərin vurduğu boğazları vura bilmirik. İlkin müəllimlə də səhnədən kənarda o boğazları, o tilavətləri müzakirə edən zaman o xoşumuza gəlməyən, bəyənmədiyimiz, amma hansı ki tilavətlərin içərisində görsənir, onları biz eləyirik. Yəni belə deyil ki, biz onları bacarmırıq. Sadəcə olaraq onları eləmirik. Mən o mövzuda nəyə görə bundan artıq dayanmağa üstünlük verirəm? Təsəvvür eləyin, o şərtlərin içində biri elə tərtildir da. Tərtillə oxunuş, tədəbbürlə oxunuş. O ğina sözündə ki, o ahəngdən çıxmamaq şərti ilə oxumaq mövzusuna qaydanda insanın nəzərinə bu gəlir ki, mən elə tərzdə Quran oxuya bilərəm ki, insanların nəzərini həm o hüznlə, həm o ahənglə bərabər ayənin mənasına daxil olmaq, Allaha doğru hərəkət eləmək, mənəviyyatımı işıqlandırmaqdan daha çox oxuyucunun oxuduğu avazın fonunda, yəni tamamilə Quran-Kərim yaddan çıxan bir avazlar. Yəni bu neynədir? O haram avaz olur da. Heç haram deməyək. O zənginlik, o inkişaf bizi bəzən gətirib o əsl həqiqətdən uzağa da sala bilər. Yəni bayaq göstərdiyim o məsəl üçün avazlar var idi Osmanlı və yaxud da bizim özümüzdə oxunan məsələn Sotu İraqidir. Bəli, onun içində heç insanlar belə deyim, milli avazlarımız var. Bugün bizim məclislərimizdə də milli avazlarımız oxuyur. Seyid Əli müəllimin dediyi Azərbaycan üslubunda. Məsələn, bu cür tilavətlər var və siz bayaq vurğuladınız. Orada oxunan Quranın qəbul olub olmaması başqa bir mövzudur. Yəni o bizim şəriət hökmlərindən danışmırıq burada. Bəli, amma mümkündür ki, bir nəfərin səviyyəsində olan Yasin vəl Qur'anil həkim innəkə ləminəl mürsəlin. Yəni, bu formada oxuyan avaz insanı bəzən o mənəviyyata da aparıb çıxarda bilir. Bəli. Amma ərəb ladının özündə, o inkişafın içində elə formada təhrirlər var ki, tamamilə musiqi yönümlü bir təhrirlər olsun, o insanı düşüncədən çıxardı, birbaşa musiqi istedadına aparıb çıxarsın. Bizim sözümüz bəlkə də o deyir, amma mən istəyirəm sizə bu məsələdə bir məsələni qeyd edim. Siz deyirsiniz ki, yəni dinləyici o formada, oxuyan o formada oxulmamalıdır ki, dinləyici Quranın məfhumundan yayınıb musiqiyə köklənsin. O, siz dediyiniz məsələ musiqişünaslara aid. Adi insanlara mən elə biləm ki, aidiyyatı yoxdur. Çünki o adam ki, musiqişünasdır, o bilər ki, Ruslan müəllim burada, İlkin müəllim burada, hansısa bir qeyri-adi, bir belə deyək, keçid elədi. Amma o adam ki, belə deyək, Quranın tilavətinə qulaq asır, təbii ki, o səsin gözəlliyi biz əvvəlki verilişlərdə dediyimiz kimi Quranın nə qədər gözəl səslə oxusa, belə qulaqlardan qəlblərə belə də Seyid, o gözəl səsin içərisində meyarlar olmasa, Qurani-Kərimdə belə bir möcüzə var. Bunu məclislərdə də oxuyanda məsəl üçün hiss edirik və insanlar tərəfindən də necə Mustafa İsmail deyir, muğamları mənə insanlar öyrətdi. Mən deyirlər necə, bir çıxışlarının birində baxmışam, deyir ki, mən oxuyurdum və yerdən qədim kişilərdən biri gəlirdi, deyirdi ki, sən burada Bəyatın filan şöbəsini oxuyursan. Bəli. İbrahimi şöbəsini oxudun, burada Şura oxudun, burada Hüseyni oxudun, burada Nəva oxudun. Məsələn, o qədər 17 şöbəsi var da Bəyatın. Xalq özü, yəni indi bizdən biraz fərqlidir də, yəni ərəb xalqların götürsə. Ələlxüsus Misrə gəlsək, Misirin bugünkü qiraətinin inkişafı biri xalqdır. Xalq yaşadır. Yaxşı, toyunda, yasında, əgər hər tərəfdə Quranı başda qoyursa, o Quran yaşamalıdır. Onların dilləri də, ləhcələri də sizin sözünüzə ona görə onlarda daha çox inkişaf eləyib. Yəni, orada bir söz dediniz ki, bu musiqi şinaslara aiddir. Xeyr, insanların daxilində bir musiqi çaları var. Hər bir insanın duyumu var. Musiqi duyumu var.
Yəni əgər mən oxuyuramsa, ahəng oxuyuramsa, Oxuya bilməsən də. dərhal yerdə oxuya bilməyən olsa belə, hətta körpə uşaq belə olsa, laylayı ana oxuyanda dərhal ananın gözünün içinə baxır. Bəli. Ki görən bu səs nədir? Halbuki ana onu dillə başa sala bilmir. Nəvaziş edir, başa sala bilmir, sakitlədə bilmir. Yatmaq siqnalı Sadəcə olaraq bir dənə laylay balam alaylay. Bunu bir ahənglə deyəndə artıq o körpə nə olur? Sakitləşir. Yəni insanların daxilində qoyub Allah Taala bu hüzün və o bir verilişimizdə dediyi hüzün məsələsi. Allah insanların daxilində qoyub. Quran oxuyan zaman, mən bunu məclislərdə rast gəlin mənə. Oxuyan zaman durub yerdən gəliblər, deyiblər ki, bu hansı tərzdə oxudun sən bunu, bizə ləzzət elədi. Halbuki başqaları da məsələn qeyri bu bizim qiraət, bayaq dediyimiz qiraətlərdir. Məsələn, Sovtu İraqi ruhanilərimiz oxuduğu muğamlar. Biz onda tam bir başqa ab-havada oluruq, yəni dinləmək istəmirik. Bu həddə qədər deyiblər. Amma bu nə idisə bizi cəlb elədi. İcazə versəz 5 dənə Peyğəmbərimizin Bəli. xasiyyətləri və Peyğəmbərimizdən nəql olunan mən məsələləri deyim. Bəlkə də əziz izləyicilərimizə də bir aydınlıq gələr. Peyğəmbərimiz salamullah əleyh deyir, birinci nəql edirlər ki, uca səslə Quran oxuyardı. Ucanın mənası nədir? Yəni avazı gətirib çıxardır. Məsələn, mən Əgər avaz olmasa qışqırmaq olacaq. Bismillahirrahmanirrahim. Bu sadə bir səsdirsə, bunun uca səsi necə olmalıdır? Bismillahirrahmanirrahim. Və hətta Ümmühani Əbu Talibin qızı belə nəql etdi ki, mən otaqda otururdum, Peyğəmbər digər otaqda uca səslə Quran oxuyardı və mən onun gözəl səsini dinləyərdim. Peyğəmbər deməli, əgər bu eşidirsə, uca səslə, avazla oxuyub. 2. Yəni bir daha sübut olunur ki, Quran-ı Kərimin, yəni bu günləri bizim anlaya bildiyimiz Quran muğamları, ümumiyyətlə muğam anlamı Həzrət Peyğəmbər ondan əvvəl. İndi davamını deyirəm hacı, bəli, Peyğəmbərin dövründə olub. İkinci məsələ, Peyğəmbər açıq, vazih şəkildə hərf-hərf Quran-ı Kərimi oxuyardı. Bu nəyə gətirib çıxardır? Təhqiqin tərifində nə deyir? Quranı ahəstə və kəlmələri, hərfləri aydın oxumaq. Bismillahirrahmanirrahim. Ona gətirib çıxarır, bəli. Üçüncüsü, Peyğəmbər salavatullah avazda Quran oxuyanda avazın uzadardı. Hətta belə nəql edir Həzrət Əleyhissalam, deyir ki, Allah kəlməsində məd verərdi. Rahman kəlməsində məd verərdi. Rahim kəlməsində məd verərdi. İndi oxuduğum kimi. Bismillahirrahmanirrahim. Allah, Rahman, Rahim. Bu 3. Dördüncüsü, Peyğəmbər salavatullah Quranı tərtillə oxuyardı. Yəni, düzümlə oxuyardı. Tərtilin də içərisində çoxlu mənalar var. Vəqf ibtida məsələləri var, mənaya diqqət etmək var, təcvid var, sifət var, əhkam var və s. 5-incisi, Peyğəmbər salavatullah gözəl səslə Quran oxuyardı. Deməli, avazın özündə hacı, bir müəllim olaraq bilirsən bunu, şagirdlərə də öyrədirsən. Bir səs öyrədirsən, birini öyrədirsən, səsin gözəlləşməsi. Səsin gözəlləşməsində də muğamların biz əgər orada qərar versək, o səsə bir ahəng qatır, gözəllik qatır. Əgər mən bəyat oxuyuramsa, bəyatın bir çaları var, bir ahəngi var. Keçib rast oxuyuramsa, rastın bir ahəngi var. Və yaxud da segah oxuyuramsa, segahın bir ahəngi var. Bu da gözəlliyə gətirib çıxardır. Mən belə anlayıram. İndi sizin də fikirlərinizi alacaq. Bir mövzu var o tərtilin içində. Yox, bunu demək istəyirəm, fikrimi tamamlayayım. Mən bunu anlayıram ki, Peyğəmbərin dövründə biz oxuduğumuz avaz Peyğəmbərin dövründən ta bu günə qədər gələn bir avazdır. Bəli, sadəcə olaraq inkişaf dövrü, hansı ki, Həzrət Peyğəmbərin zamanında, bəlkə də Həzrət Peyğəmbərə o sualı versəydilər, Peyğəmbər hər sahədə alimdir. Bizim əqidəmizdir ki, Peyğəmbər, üzr istəyirəm, hacı.
hər sahədə alimdir. O zaman bu mənada Peyğəmbərə sual versəydilər, mümkündür ki, Həzrət özü onları təqsim bənd eləyərdi, bölüşdürərdi ki, bu budur, bu budur. Mənim zehnimdə yadıma bir şey düşdü. Türkiyədə bir dəfə bizi Quran gecələrinə dəvət eləmişlər. Bir 10 gün orada Quran gecələrində iştirakımız oldu. Orada 3 dənə dəstə var idi ki, Quran-ı Kərimin kökündən avazla oxunmasını inkar eləyən bir dəstə var idi. Axşamlar oturardıq, bunlarla müzakirələrimiz olardı. Bizim özümüzdə də var da belə insanlar ki. Bəli, Quran oxuyursan deyirlər ki, sən muğam oxuyursan, belə Quran oxunmaz. Maraqlı budur ki, cəmiyyətə bunu çatdırmaq lazımdır. O ki, tərtil sözünü biz keçən bəhslərimizə 3 hissəyə alimlərin nəzərlərini dedik, asta, orta və surətli oxunuş tərzləri. Orada o cəmiyyətlərdən birinin rəisi, müdürü, belə deyək, o deyirdi ki, ümumiyyətlə siz düz eləmirsiniz, Quranı avazla oxumaq düzgün deyil. Mən ona belə bir sual verdim ki, dedim, yaxşı, siz Quran-ı Kərimdən oxuyun, başladı tez-tez oxumağa. Məsələn, innellezine kəfəru səvaun aleyhim əəndərtəhum əmləm tunzirhum la yu'minun. Bunu oxudu və oxuya-oxuya davam elədi. Məqsəd bu idi ki, mən istəyirdim praktiki olaraq ona göstərim. Dedim, indi siz oxuduğunuz tərzdə, fərqli bir tərzdə mən oxuyum. Görək, hansımızın daha çox təfəkkür eləmək üçün şansı var. Və təhqiq üstündə həmən ayəni uzun bir tilavət olaraq da tilavət elədim. Adam getdi fikrə. Dedi ki, həqiqətən oradakı o tərtilin mənasını, təfəkkür mənasına gətirirlər. Bəzən insanlara o siqnalı ötürmək lazımdır ki, yəni Quran-ı Kərimin avazla oxunmağında həm ruhi, həm psixoloji, cismi, həm də ki, belə deyək, təfəkkürünə bağlı məsələlər var ki, yəni Quran-ı Kərimin ahəstə oxunmağı. Məsələn, Hacı İlkin müəllimin saydığı o 5 dənə qaydalar ki vardı, ana xətt Peyğəmbər ilə Quran oxuyub. Bəli, Həzrət Peyğəmbərin o saydığının hansının içində avaz yoxdur görsənmir, hansının içində... Amma olsa da hacı, o onu göstərmir ki, Peyğəmbər bu günləri oxunan tərzdə. Bu Hacı İlkin Hacı İlkin bir istidlal elədir. O özü bir bəhsdir. O özü bir bəhsdir. Baxın, mən sizə bir dənə sual verəcəm indi. Mənim sözüm var. Hacı İlkin Peyğəmbərimizin necə Quran oxuduğun, təbii ki, onları hissələrə bölüb açıqladı və bundan belə nəticəyə gəldi ki, Peyğəmbər elə bugünkü kimi Quran oxuyurdu. Amma maraqlısı buradadır ki, biz Misir qarilərinin Navaxtdan bu formada Quran oxumağın mütaliə eləyəndə biz yalnız onu Misir qarilərində görürük. Ərəbistanda belə bir şey görməmişik və yaxud başqa bir ölkədə görməmişik. Əgər Peyğəmbər belə oxumuşdusa, elə Ərəbistanda olaydı da, nə üçün Misirdə oldu? Seyidcan, qiraətin Misirdə olmasının bir neçə səbəbi var. Bəzi alimlər araşdırıblar, 5 səbəb çıxardıblar oradan. Birincisi, biz Misir deyəndə elə adi bir balaca bir dövlət nəzərdə tutmayıb. Misir qədim tarixə malik olan bir yerdir. Yəni orada fironlar, padişahlar, peyğəmbərlər, ələlxüsus Yaqub peyğəmbər və ya Musa peyğəmbər, Kəlimullah, Yusuf peyğəmbər. Burada peyğəmbərlərin də bir nəfəsi var. Mən özlüyümdə düşünürəm, amma bu mənim öz fikrimdir. Orada peyğəmbərlərin də bir nəfəsi var. İnsanlar arasında Misirdə ən çox tohidi bəhslər Misirdə olub ki, Allaha dəvət ediblər insanları. Yəni, birinci şərt bundan ibarət ki, bunların qədim olduqlarına görə mədəniyyətləri var idi. Məsələn, Peyğəmbər salavatullah Quranın oxumaq mədəniyyətini ərəblərə öyrədəndə artıq Misirlərin min illərlə mədəniyyətləri var idi. Elmi mərkəzləri var. Bəli, elmi mərkəzləri var idi. Hətta bir dönəm Misirdə elm pik həddə inkişaf edib, sonra suquta uğrayıb. Bu məlumatı da deyim sizə, ərəblər Misirə ki ticarət edirdilər, oradan qulları alıb gətirirdilər. Həmin qullar oxumağı bacardıqlarına görə gətirirdilər, ərəblər öz şənlik məclislərində bunları oxudurdular. Hətta biz deyirdik ki, Qurandan da qabaq oxumaq olub, amma Peyğəmbərin, İslamın, dinin qəbul etmədiyi oxumaq ahənglər olub, elə söhbət də bunun üstündə gedir. Bu belə ikinci bir tərəfdən Misirdə Quran camiyəsi var. Yəni köklü orada Qurana sahib çıxan insanlar, böyük-böyük qarilərin olması
bu qiraətin bu həddə gəlib çatmasına səbəb olub. Üçüncüsü, bunların Qurana verdiyi qiymətdir ki, gətirib Quranın inkişafına çıxardıb. Dördüncüsü, insanların, cəmiyyətin qariləri müdafiə etməsi. Yəni, gəlir tələb edir ki, Quranı oxumalısan, mən dinləməliyəm. Hacı Ruslan, nə qədər belə deyək də, səndə təsir, təşviq olar ki, bir var özün oxuyursan ki, qarşı tərəf dinləsin. Bir də var ki, qarşı tərəf səndən tələb edir ki, oxu, biz dinləyək. O qiraətlə bu qiraət arasında fərq olacaq, olmayacaq? Təbii ki, olmalıdır. Sənin ruhun artıq o tələb etdiyinə görə onun tələbini qarşılamalısan sən. Beşincisi, Misirdə olan mənəvi məclislərin olması. Bugünə qədər 50 ildir, 50 ildən də artıq çoxdur. Misirdə bir İmam Hüseyin məscidi var. 50 ildir orada Quran sübh namazından qabaq hacı çox maraqlıdır. Bir saat oxunur. Kim Qurana qulaq asmaq istəyirsə, gedir orada oturur, Qurana qulaq asır. Hər gün yeni qari gəlib orada tilavət edir. Bütün məşhur qarilər həmin orada İmam Hüseyin məscidində ki, orada ehtimal olunur ki, İmam Hüseyin əleyhissalam başının gətirildiyi yerdir. Bir zərih də var orada. Orada 50 ildən artıqdır dayanmadan canlı Quran tilavət olunur hər sübh namazından qabaq. Bu yetər ki, İlkin müəllim, üzr istəyirəm. Misirdə qiraət inkişaf eləsin. Gözəl və dəyərli mətləblərdir, amma müasir dövrümüzə aid bir mətləblərdir. Amma məsələn, Həzrət Peyğəmbərin zamanında oxunan Quran-ı Kərimin özünə məxsus bir inkişaf yolu var. Biz inkişafı dedik də, yəni biz də iddia etmirik ki, Misirin ilk oxunduğu Quran Peyğəmbərin oxuduğu Qurandır. Nəyə görə Quran-ı Kərim belə deyək, son 50 ildə, amma bu gün də elə deyil ha. Yəni 700 ildən çoxdur. Yəni Quran Misirdə yəni hazırki dövrdə, bugünkü dövrdə demək olar ki, artıq onların inkişafları öz yerindədir. Digər İslam ölkələrində olan inkişaf oradan çıxan Quran qariləri bugünün tilavətlərinə baxanda görürsünüz ki, onları qat-qat üstəliyiblər. Həm səs baxımından, həm avaz baxımından. Amma məsələn, ora qədərki dövrdə bu belə deyək də, muğamların bir yerə yığılması, o avazların sizin söhbətinizin içində bir nöqtəyə toxundunuz, ərəblərin Misirə ticarətə gedib gəlmələri. Baxın, kök olaraq yenə də qayıdırıq Həzrət Peyğəmbərin öz zamanına, Misir sonradan İslam dinini qəbul eləyir. Düzdür, onların öz zamanlarında, öz dinlərində tək Allahlı dövrləri, zamanları olub. Bəli, elmin Misirdən qaynaqlanması, Həzrət Yusufun dövründə adicə məsələn taxılın çürüməməsi üçün yeraltı tikintinin, texnologiyanın qurulması, bunların hamısı söykənir Misirdə elmin inkişafına, elmə verilən dəyərə. Bunlar hamısı çox gözəl. Amma Həzrət Peyğəmbərin zamanında o muğamlar pərdə-pərdə... Bağışlayın, sözlü kəsirəm. O mövzumuz olmasa da o xalqın texnologiya, xalqın elmindən qaynaqlanmayıb. Həzrət Peyğəmbərin o Peyğəmbərin möcüzəvi tərəfidir. Ümumiyyətlə, Seyd Əli müəllim, hansı elmə biz baxsaq, o zamanın bir Peyğəmbərinin ipuclarından qaynaqlanıb. Orada xalqın inkişafı... Xalqın döyür də, o iş xalqın işi döyür. Bəllidir da, bizim mövzumuz orada bu deyil ki, elmi mən hardansa özümdən ixrac elədim. Əlbəttə ki, Həzrət Yusuf Peyğəmbərin belə deyək, Allahdan alınan vəhiy, yəni dəmirin inkişafı, bizim mövzumuz o deyil ki, hər Peyğəmbərin adını çəkək orada. Mövzu budur ki, Həzrət Peyğəmbərin zamanında bayat muğamını ki, biz məsələn Həzrət Peyğəmbərin zamanına istəyirik yapışdıraq, ərəblərdə bu var idi mi? Kamil bayat muğamını oxuyan var idi mi? Orada da qəbilələr şəklində idi. Bədəvi ərəblər heç vaxtı eyni bir məkanda mütəmadi yaşayış tərzləri yox idi. Filan tayfa bayatın filan hissəsini oxuyardı, o birisi tayfa başqa hissəsini oxuyardı. Amma ümumiyyətlə avaz sözü musiqidən qaynaqlanır, düzdür? Biz vurğulanmalıyıq, o musiqi hardan başlayıb ümumiyyətlə? Yazılmağa hardan başlayıb ümumiyyətlə? Həzrət Peyğəmbərin özünə birdən sual versidən, ümumiyyətlə mövzu avaz mövzusu olduğuna görə biz musiqi ilə əlaqələnməməyimiz mümkünsüzdür. Yəni, vacibdir biz musiqiyə daxil olaq. Həzrət Peyğəmbərin zamanında bədəvi ərəblər, köçəri tayfalar idilər. Hərə bir avazda, hərə bir ahəngdə Quranı tilavət eləyirdi. Mən mütaliələrimdə rastıma çıxdı. Ümumiyyətlə musiqi
belə deyək, zənginliyinin yaranması o dövrdə yaşayan insanların daha artıq düşüncələrinə bağlıdır. Biri durub məsələn bir musiqi aləti, simdən bir musiqi alətinin düzəlməyi, onların pərdələrə yazılmağı, yəni yazı şəklində olmasa da belə, ümumi məsələn onun da öz zamanının məfhumları var idi. Biliciləri var idi. Belə dərinə getsək, kökə getsək, musiqini belə deyək, elmi formaya gətirib çatdırılan millət olaraq, xalq olaraq Yunanlara bağlanır. Musiqi sözü ilə müzik sözü Yunanlardan götürülmə bir şeydir. Və onların belə deyək, mədəniyyətlərinin, onların bacarıq, bu sahədə bacarıqlılarının dəvət olunmaları artıq xilafətlər zamanına gəlir, çıxır. Və o zamanlar, məsələn, Əməvilərin, Əbbasilərin dövründə daha geniş musiqiyə yer verilmişdi. Zaman da o inkişaf biz deyə bilmərik ki, məsələn, hər hansısa bir ahəngdə Həzrət Peyğəmbərimiz Quran oxuyanda kim deyə bilər ki, o bizim indiki müasirdə anladığımız qərar, cavab hissələrini oxumayıb. Və yaxud hansısa bir ərəb öz, məsələn, muğamların segah oxuyan zaman zil səsindən segah oxumayıb. Bunlar fitrətdə olan şeylərdir. Bunlar zaman oxunub, sadəcə olaraq inkişaf getdikcə bunlar bir yerə yığılıb. Belə qənaətə gəldik ki, yenə məsələ iki tərəfli qaldı da. Yəni indiki oxunan Qurani-Kərim və Peyğəmbərin zamanında oxunan Qurani-Kərim hər halda Əllamə Tabatabai və Cavad Amili belə bir qənaətə gəlirlər ki, vəhyin sonu haradır? Qulaqdır. Belə bir bölüm ediblər. Deyir ki, Allah Qurani-Kərim Allah tərəfindən enir Cəbrail əleyhissalama, Cəbrail əleyhissalamın tərəfindən vasitəsilə enir Peyğəmbərin qəlbinə. Mərhələ deyə bunlar. Bəli. Peyğəmbərin qəlbindən süzülür dilinə, dilindən insanların qulağına və son mərhələsi insanların qulağından onların qəlbinə süzülür. Bu hamısı insanın sonda hidayətinə gətirib çıxardan bir məsələdir. Vəhyin özü də o ahənglə. Vəhyin özü də ahəngləndir. O intonasiya ilə. Bizim əqidəmiz ümumiyyətlə belədir ki, Peyğəmbər salavatullah ahənglə Quran oxuyub. İndi təbii ki, o tartışma ola bilər. Ahəng hansı formada idi, nə cür idi, indiki ahəng idi. Bəlkə heç ola bilər biri çıxıb desin ki, yox, indi oxunan məsəl üçün qiraət, Misir qiraəti ki, bu forma oxunur. Yox, Peyğəmbərin oxuduğu belə deyil idi. Məsələn, Soğut İraqi idi. Onda öz bir qaydası var, forması var. Keçən verilişdə yadınızdadırsa, siz belə bir söz vurğuladınız. Quran-Kərim nə nəzmdir, nə nəsirdir. Baxın, Quran-Kərimin özünün o formadan nazil olması belə bu ahəngi tələb eləyir bir növ. Yəni, Quran-Kərimin ayələri bugünkü şeir dünyasına görə Quran-Kərimin ayələri əruz üzərindədir. Əruz vəznində bizim şeir ədəbiyyatımıza ümumiyyətlə birbaşa oradan keçmədir. Bir var, məsələn, hansısa əhvalatı nağıl kimi danışasan, orada ahəng yaratmaq, məsələn, biri var idi, biri yox idi. Bu ardıcıllıqla da davam edirsən. Amma Quran ayələrinin o əruz ritmi içində nazil olması oxuyucudan onu tələb eləyir. Bismillahirrahmanirrahim. Davamlıdır, Elhamdülillahi Rabbil aləmin. Hətta bunu şeir kimi də belə demək istəsən, o intonasiyanı ortaya qoyursan, istər-istəməz o ahəngin, o bayaq vurğuladığınız kimi vəhyin son belə deyək də zahiri məqamda eşitdiyi qulaqdır, amma o qulağa o öz intonasiyasının, öz ahəngi ilə daxil olur. Mənə belə gəlir ki, bu yerdə mövzunu müvəqqəti olaraq inşallah saxlayırıq. İnşallah gələn verilişlərimizdə yeni mövzularla və yaxud elə bu mövzunun əgər izləyicilərimizin şərhlər bölməsində sizlərə də təşəkkürümüzü bildiririk bu məqamda ki, Allah sizlərdən razı olsun. Dəyərli vaxtınızı ayırırsınız və bu verilişləri izləyirsiniz. Həmən şərh bölmələrində suallarınızı da qeyd eləyə bilərsiniz və bizim üçün bir ipucu olar o mövzular haqqında da. İnşallah yeni mövzularla gələr. Allah hər birinizdən razı olsun. İlkin müəllim sizdən də. Çox sağ olun. Allah razı olsun. Təşəkkürlər. Allah razı olsun.